Mən Məmməd Həsənov, 5-ci yüksəliş müsabiqəsinin qalibiyəm. Hal-hazırda Kapital Bankda maliyyə risklərinin idarə edilməsi departamentinin direktor müavini vəzifəsində çalışıram. Mənim yüksəlişim ilk dəfə düzgün ixtisas və karyera seçimi ilə başladı deyə bilərəm. İxtisas seçimi edərkən mən düşünürdüm ki, bu bugün üçün deyil, uzun müddətli bir dönəm üçün də çox vacib bir qərardır. Gənclərə də tövsiyəm odur ki, qısa müddətli deyil, uzun müddətli perspektiv ilə öz karyera və ixtisas seçimlərini eləsinlər. Çünki düzgün istiqamət yüksəlişin ilk addımıdır. Mənim üçün həm peşəkar karyeramda, həmçinin də həvəskar tennis həyatımda önəmli bir sloqan vardır ki, bu da qələbə ona ən çox inananındır. Yüksəliş yolunda məni ən çox dəyişdirən dönüş nöqtəsi xüsusi bir hadisə yox, mənim xarakterim oldu. Əzmkarlığım və mübarizliyim bir çox yolların açılmasında kömək oldu. Çünki qalibləri digərlərindən ayıran əslində onların sonda qoyduğu son 1%lıq efortdur. Uğur yolunda məni ən çox qorxuzan ilk addımın atılması idi. Həmişə ən çətin işə başlamaqdır. Amma sonradan anladım ki, nəticənin necə olmasından asılı olmayaraq hər bir atılan addım böyük bir təcrübədir. Bugünün uğursuzluqları əslində sabahın uğurlarının gizli açarıdır. Buna görə də ən önəmlisi ilk addımı atmaq cəsarətidir. Yüksəliş buradan başlayır deməklə, mən ilk öncə tövsiyə edərdim ki, ilk addımı atmaqdan çəkinməsinlər. Mükəmməl zamanı gözləməklə deyil, məhz elə bugün başlasınlar. Məhz ən böyük zirvələrin fəthi belə atılan ilk addımla başlayır. Yüksəliş sizinlə davam edir.